Deməli, burada bu hissəni götürürük. Burada 5'i saxlayırıq. 18'i atanda sol tərəfə çıxan 18 olur. 5x burada var. 3x burada müsbət sağ atanda çıxar 3x olur. 5'dən 18 çıxanda mənfi 13 qalır. 5x-dən 3x çıxanda 2x alınır. Hər tərəfi 2'yə bölsək, bura mənfi 6/5, buranı da 2'yə böləndə x qalır. Mənfi 6/5'dən böyük, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2 və mənfi 1 var. Yəni 6 dənə mənfi tam həlli var. Kesilir növbət sonu. Sual götürək. Bir konusun oturacağın radiyusu 5'dir. BCO 30 dərəcədir və konusunun yan səthinin sahəsini soruşur. Ümumiyyətlə konusunun yan səthinin sahə düsturu pi r l-dir. L nədir? Buradakı doğran hissə. 30 dərəcənin qarşısı əgər 5 isə hipotenuz olur 10. Burada da yazırıq. Pi vurulsun. R-imiz 5, L-imiz də, yəni doğran da 10'dur. Yəni olur 50 pi. Cavab oldu A bəndi. Üçüncü sual. Həm də silsilədə deməli B1'i 2 verib 2'ni 3, B4'ü soruşur. Biz bilirik ki B4'ü tapmaq üçün B1'i 2 üstü 3'ə vurmalıyıq ki 1'dən 3 4'ü tamamlasın. B1 2'dir. Bu da 3 üstü 3 olduğu için 2 vur 27 alınır 54. Cevabımız olur B bəndi. Bunu çox da belə izah eləməyə ehtiyac yoxdur. Uzunluq 8, eni 7 isə biz sahəni tapanda həmişə enli uzunluğa vururuq və cavab 56 alınır. Burada isə 5-ci sualda hazır eləyəcək. Burada mötərizəni atsaq, toplananların yerini dəyişəndə cəm dəyişmir. A plus B 5'dir. 5'in üstü də 10 gəlir, burada 15 alınır. Asan sualdır. Bu sualda belə getdi. 6-cı sual. Cədvəldə 10 bərabər hissəyə deyil, cədvəl 10 bərabər hissəyə bölünüb. İştirilmiş isə bütün düz uzaqlığın neçə faizidir? Ümumiyyətlə cədvəldə deməli 10 bərabər hissə var, yazırıq 10. İştirilmiş isə deməli 7 dənədir. Biz bunu faizi çevirəndə 100'ə vururuq. Buradan da alınır 70 faiz. Cavab oldu Y bəndi. Qutuda 7 ağ, 5 qara kürəcik var. Təsadüfən götürülmüş kürəciyin ağ olması. Ümumiyyətlə 15 dənə kürəcik var. 7 dənəsi ağ, 5'i qara. 12 dənə kürəcikdir. Bunlardan da deyir ki, ağ olmaz. Ağ dediği için 7 dənəsini götürürük. Olur 12'de 7. Bu kadar. 8-ci sual. Deyir A-4 və B12 parçanın ucu nöqtələrdir. Parçanın orta nöqtəsinin koordinatları. Orta nöqtəni tapmaq üçün biz sadəcə nə edəcəyik? -4'ün üstə 12'ni gəlirik. Orta nöqtə dediği için yarıya bölürük. Yəni 8 böl 2. Cavab olur 4. Dokuzuncu sual. Köşaltı 99 ədədi deyir, hansı iki tam ədəd arasında yerləşir? Biz əvvəla fikirləşirik ki, neçə üstü 4 ilə neçə üstü 4 arasında var bu. Bilirik ki, 3 üstü 4 eləyir 81. 4 üstü 4 də, 4'ü yəni 4 özünə vursaq, 256 alır. Yəni bu 81 ilə 256 arasında 99 var da. Ona görə deməli bu 3 ilə 4 arasında yerləşir. Növbəti suala keçirik. Deyir tənliyin köşkləri fərqi 6'dır. Tənliyin köşkləri fərqi, yəni x1-dən x2 çıxanda 6 qalır. Biz də veririk ki, V teoreminə görə köşklər cəmi ortadakının əksi olur. Yəni
mənfi 10 yazılıbsa müsbət 10 götürürük. Alt-alta sistem təmini üçün toplayanda x1-in üstə x1 2x1 alınır. Bunlar toplananda gedir. 6-ın üstə 10 gələndə 16 alınır. x1'imiz oldu 8. x1 8 ise 8'in üstə biz 2 gəlsək 10 alarıq. Kün də tapmaq üçün biz bilirik ki, V dəyərinə görə Q köklərə hasilidir. Yəni 8'i 2'yə vururuq. Buradan 16 alır. Logaritması olur. Deməli, bu sürüşür bunun altında. Logaritma 4 əsaslan, logaritma 2 əsaslan x. Bura qaldı. 6 sıfırın altında sürüşdüyü üçün 6 üstü 0 edir 1. Bu dəfə 4 birin altında sürüşür. Logaritma 2 əsaslan x 4 üstü 1'ə bərabərdir. Yəni 4'ə. Bu dəfə də 2 sürüşür 4'ün altında. Olur 2 üstü 4. Bu da alınır 16. Cavabımız devamlıdır. X kvadrat sayı y kvadrata 17 verilir və bu ifadənin qiymətini soruşur. Böyük ehtimal ki, burada x ilə y-in natural ədəd olduğunu qeyd eləməyib, amma biz onu nəzərə alaraq yazacağıq. X kvadrat sayı y kvadratının açılışı bir dəfə çıxaq, bir dəfə toplayaq. Olur. İndi vuranda 17 sadə ədəd olduğu üçün bu 1, bu da 17 olmalı. Yəni 17'nin almasını ancaq 1 17'yə vura bilərsən. Onda x y 1, x plus y də 17 olur. Alt-alta toplasan x'in üstə x 2x, y'lər toplananda gedir. 1'in üstə 17, 18 edir. X də qalır burada 9, x 9 ise 9'un üstə 8 gəlsə 17 ala bilər. Bizə nə deyir? X kvadrat plus y kvadratında. Biz də 9'un kvadratının üstə 8'in kvadratına gəlirik. Yəni 81 üstə gəl 64 olur 145. Yəni evet. Oturacağı dörtbucaqlı olan prizmanın neçə üzü var? Ümumiyyətlə, prizmada bir qutu fikirləşirik. Belə deyək də, prizmanın üzlərinin sayını tapanda biz n plus 2 düsturundan tapırıq. Yəni, dörtbucaqlı olduğu üçün 4 plus 2 6 olur. Buna nümunə kimi də belə deyək də, yəni zərbi götürə bilərik. Zərbi üzü kub figurudur, amma yəni o da bir dörtbucaqlı prizma sayılır. Zərbin 600 olduğu üçün bunda 600 olur. Yəni 4 dənə yan, 2 də yuxarı aşağı oturacaqlar. Funksiyanın qrafiki 3 mənfi 24 nöqtəsindən keçirsə. Keçirsə nə olur? Birinci koordinat x-i, ikinci y demişəm. Fx y-i təmsil edir də burada. Yəni mənfi 24 bərabərdir. K bölünsün, x-in yerinə 3 yazırıq. K artıq nə olur? Mənfi 24 vur 3, yəni mənfi 72. Biz artıq bilirik ki, bizim funksiyada fx nəyə bərabərdir? K bölü x deyil. K-nı tapmışıq ki, mənfi 72'dir. Bölü x. Deyir, f mənfi 6'ını tap. Yəni, x-in yerinə mənfi 6 qoyulmaq istəyir. Mənfi 6'ını qoyuruq bura. Cavab alınır 12. Cavabımız 12'dir. On beşinci sual. İndi belə deyək, biz əvvəla bu plus 1-dirsə sağ tərəf atanda mənfi 1 olur. 1-i nəyə bölsək mənfi 1 alarıq? Təbii ki, mənfi 1-ə. İndi biz əzbərdən bilməliyik ki, qoysunuz mənfi 1 alanda istisna hal kimi bir üstə gəl 2 pikanı verir. 3x olduğu üçün hər tərəfi 3'ə böləcək. X tapmaq üçün. Bu
üstə gəl 2 pi k böl 3. Cavabımız budur. Bu sual proqramdan yığışdırılır, yəni argumenti artıq bizdə istifadə olunur deyə bunu yazmırıq. 2019 ayda olduğu üçün orada var idi, artıq yığışdırılır. Vaxt sərf edəməyək. 17. İfadənin ən böyük qiymətini taplayır. Yazılır 10 cos kvadratı x. Mən bilirəm ki, sin kvadratın yerinə keyfim istəsə 1 çıx cos kvadratı x yaza bilərəm. Burada olur 10 cos kvadratı x üstə gəlsin 2-ni 1'ə 2, 2-ni cos kvadratdan 2 cos kvadratı x. 10 cos kvadratdan ikisini çıxanda 8 cos kvadratı x qalır. Üstə gəl, 2 də burada bizi gözləyir. Bir ən böyük qiymətini tapır. Biz həmişə kosinus və sinusa bildik ki, ən böyük qiymət 1, ən kiçisi -1-dir. Amma bəzən 0-da qoyuruq ki, qiymətlərdə fərq yaransın. Yəni, misal üçün, 8 vur, 1-in kvadratı üstə gəl 2 gəlsən, cavab 10 olur. 8 vur, -1-in kvadratı üstə gəl 2 gəlsən, yenə cavab 10 olur. Yəni, heç nə dəyişmir. Amma 8 vur, 0-ın kvadratı üstə gəl 2 alınır. Buradan belə qənaətə gəlir ki, ən kiçik qiymət 2, ən böyük qiymət 10-dur. Bizdən böyük soruşduğu üçün cavabı 10 götürürük. Hər ehtimala qarşı qiymətlər çoxluğunda qeyd elədik. Bir çevrəyə uzunluğu 15 olan 2 toplan çəkilib. Çevrə ilə kəskin nöqtə arasında məsafə 24-dür. Bir dənə çevrə çəkək. Çevrə uzunluğu 15 olan 2 toplan çəkilib. 2 dənə toplan çəkilir. Burada biraz ola bilər, sərbəst olsun. 2 toplan çəkdik. Uzunluğu da deyir 15-dir. Və çevrə ilə kəskin nöqtə arasında məsafə 24-dür. Buradan bu toxma nöqtələrinə qədər 24-dür məsafə. Bizə deyir ki, radiusu tapın. Bir dənə mərkəzə nöqtə qeyd edirik və buradan radiusları çəkirik. Bu radius, bu da radius. Deməli, mərkəzdən toxanların kəsmə nöqtəsinə qədər bir xətt uzatdıq. Bizə deyir ki, burada məsafə 24-dür. Əgər ki, məsafə 24-dürsə, belə deyək, yəni 2 toxunan çəkilib, çevrə ilə kəsmə nöqtələr biri buradır, biri buradır. Bunlar arasında məsafə 24-dürsə, 12 bura qalır, 12 də bura qalır. Buradan da nə edə bilərik? İndi müxtəlif yolla tapmaq olar. Birincisi bilir ki, toxunanla radiusu kəskəndə həmişə 90 dərəcə yaranır. Düzdürmü? İndi nə edə bilərik? Baxaq. Pifagor teoremi ilə də tapa bilərik. Belə işləyək. 1 böl h kvadratı həmişə demişdik ki, 1 böl a kvadratı üstə gəl, 1 böl b kvadratını verir. Yəni 12 kvadratı 144, burada hündürü yox. Qıraqda da nə var? 1 böl radiusun kvadratı üstə gəl, 1 böl 15-in kvadratı 225 edir. 1 böl radius kvadratını tapmaq üçün 1 böl 144-dən biz 1 böl 225 çıxırıq. Bunları çarpaz vursaq, 225 bura vurulur, 144 bura vurulur, 225-dən 144 çıxanda 81 qalır, aşağıda olur 144 vuraq, 225. 1 bölər kvadratı əgər budursa, 1 bölər onda nə olur? Köşaltda salanda 9 bölək 12 vur 15. Düzdürmü? R də bərabərdir. 12 vur 15 böl 9. 3'ə böləndə 3, 3'ə böləndə 5. 12'ni 5'ə 60, 60'ı da 3'ə böləndə 20 alınır. Radiusumuz 20'ymiş. Kombinizon və permütasiya. Bir neçə sualımız qaldı. Kombinizon 7-ci, bir də permütasiya 7-ci.
Fərq nədədir? Ümumiyyətlə, kombinizonda 7 faktorial yuxarı, 3 faktorial aşağı və 7 çıxaq 3 faktorial olur. Amma permütasiyada 7 faktorial yuxarı, bir də 7 çıx 3 faktorial aşağı olur. Belə. Başqa da bir fərqləri yoxdur. Belə deyək, 7 faktorial aparsın. 7 çıx 3 faktorialı 7 çıx 3 faktorialı aparsın. Burada nə qalır? Burada qalır 1 böl 3 faktorial. Yəni 1 böl 1 vur, 2 vur, 3 deməkdir bu. 1 böl 6. Cavab alınır 6-1. Bir diaqramdan natural ədədin müxtəlif sayda vurğuları və onların sayı göstərilib. Ədədin natural bölənlərinin sayını tapın. Elə bil burada ədəd nədir bilmirik. 2-dən bilirik ki, 3 dənədir. Əslində sayı qeyd eləməlidir. 3-dən 4 dənədir. 5-dən də 6 dənədir. Biz natural bölənlərin sayını tapanda bunları götürürdük üstlərini. Hər birinin üstünə 1 gəlirdik. 3 üstə gəl 1, 4 üstə gəl 1 və 6 üstə gəl 1. Cavab olur 4 vur, 5 vur, 7. Bu da alınır 140. Birinci sual. 21-ci sualda deyəsən xəttəməni verməyiblər. Nəsə səhvlik var burada. Eyb yox. Bir birləşdirək. Yəqin ki, belə nəzərdə tutub. Ya necəsə nəzərdə tutub, bu şəkildə bilinmir. B-n 6-dır. B-n 5-dir. C-n 13-dür. M-n 7-dir. Bir də AM-i də verib burada 9. Sonradan gördüm. Buranı tutaq ki, bizdən A-sen soruşur da, düzdürmü? Biz nə edirik? Bura tutaq ki, alfa yazırıq. Orada alfa varsa, biz nə tətbiq edə bilərik? Kosinus tərimlə yaza bilərik. Alfanın qabağı 7-dir deyə, olur 7-nin kvadratı bərabər 6-nın kvadratı üstə gəl, 5-in kvadratı çıxar 2 vur, 6 vur, 5 vur, cos alfa. Olur 49 bərabərdir, 36 üstə gəl 25. Çıxılsın, 12-ni 5-ə vuranda 60, cos alfa. 49 bərabərdir, 61, çıxar 60 cos alfa. Bunu bir yana atanda 60 cos alfa müsbət olur, 49-u da sağa atanda çıxar 49 olur. Deməli, 60 cos alfamız olur 12, inşallah səhv eləmərəm burada. Cos alfa da olur 12 böl 60, yəni 5-də 1. Bəs burada necə tətbiq edirik? İndi götürürük böyük suzağı. Böyük sucaqda yenə alfanın qabağı x-dir, olur x kvadratı bərabər. Yan tərəflər 15 və 18-dir. Yəni 15-in kvadratı üstə gəl 18-in kvadratı çıxar. 2 vur, 15 vur 18, ikinci dəfə elə bil kosinus tərimini tətbiq edirik. Vurulsun cos alfa. Cos alfanı biz satdıq bayaq 5-də 1. 15-in kvadratı olur 225. Üstə gəl 324. Çıxılsın 5-ə böləndə buranı 3. 3-ü 18-ə 54, 54-ü də 2-yə vuranda 108 alınır. Düzmü? Burada 225-in üstü 324 gələndə 549. Çıxır ondan da 108. Alınır 441. 441 x kvadratıdırsa, deməli onda belə çıxır ki, x 21-dir. Yəni tərəfimiz 21 olur. Şəkildə biraz yarımçıqlıq var idi, onu düzəltdik. Oldu, əla.
son 3 sualımız deyəsən, ya 4 sualımız. Deməli, bir müstəvi üzərində olmayan nöqtədən müstəviyə 13 və 15 uzunluğunda 2 mail çəkilib. Tutaq ki, müstəvimiz budur. Stolun üstü və ya da məsələn, bir səthi olan bir müstəvi. Üzərində olmayan nöqtədən 13 və 15 olan 2 mail çəkilib. Kiçik mailin müstəvi üzərindəki proyeksiyası 5. 2 dənə mail çəkilib. Bir dənə nöqtədir, müstəvi üzərində deyil, yəni A nöqtəsi tutaq ki. 2 dənə mail çəkilib. Mən indi hamısını çəkirəm. Mailin biri budur. Digər maildə tutaq ki, budur. İndi burada uzunluğu 13 və 15 deyir. 2 mail çəkilir. Kiçik mailin müstəvi üzərindəki proyeksiyası, yəni kölgəsi 5-dir. Böyüyün müstəvi üzərindəki proyeksiyasını soruşur. Sorarsan. Pifagora görək. 13-ün kvadratı 169, çıxırdı 25. Alınır 144, o da 12-nin kvadratıdır. Bizə digərini soruşur proyeksiyasını. Yazırıq. 12-nin kvadratı üstə gəlir. X-in kvadratı bərabərdir 15-in kvadratına. Bu da olur 144 üstə gəlir. X kvadratı bərabər 225. 225-dən də çıxanda 81 qalır. X də 9 alınır. Bu da oldu digərinin proyeksiyası. Qaldı son suallarımız. Ümumiyyətlə, belə bir şey deyim ki, yəni, bu da proqramdan çıxarılıb. Yəni, buraxılış imtahan proqramında yoxdur artıq. Amma yenə də elə belə bir dənə izah edək. 7x kvadratının törəməsi 2 gəlir qabağa, 2 vur 7x olur. 4-ü saxlayırıq, sabit ədəd olduğu üçün. Kök altı x-in törəməsi 1 bölü 2 kökdə x olur. Və bizə nə deyir burada? Bizə deyir ki, f törəmə 1-i tap. Nə edir? X-in yerinə 1 qoyuruq. 2 vur 7 vur 1, üstə gəl, bunlar keçsin. 2 vur 1 böl kök altıda 1. 2 vur 7 14, 14-ün üstə 2 gələndə 16 alınır. %24-cü suala baxırıq. X-i soruşur. Pifagor teoreminə görə h-ı tapsan, h kvadratı üstə gəlir 4-ün kvadratı, yəni Pifagora görə 2 kökdə 5-in kvadratını verir. Yəni, h kvadratı üstə gəlir 16 bərabərdir. 4 vuraq, yəni 2-in kvadratı 4, kökdə 5-in kvadratı 5. Oldu 20. 20-dən 16 çıxanda h kvadrat 4, h da alınır 2. Buradan 1 indiririk. Əgər ki, bura 2-dirsə, mütləq ki, burada 2-dir. 30 dərəcə bucaq qarşısındakı kvadrat 2-dirsə, hipotenuz olur 4. Keçirik son suala. Deyil funksiyanın qrafikini qurun. Təbii ki, bu qrafiki tam dəqiqliklə qurmaq mümkün deyil. Biz nə edəcəyik? Mən sizə ikisini göstərmək istəyirəm. 2 dənə qrafik çəkərək. Ümumiyyətlə, A-X-in qrafiklərində belə bir şey var ki, əgər ki, şərtlər qeyd edin, əgər ki, bu qrafik buradan artıb keçibsə, yəni bura 1-dir, bu anda olur A-nın 1-dən böyük aldığı artan funksiya. Əgər ki, burada A 0 ilə 1 arasında yerləşirsə, bunun qrafiki belə formada olur. Yəni, bu yenə 1-dən keçir, amma qrafik azalandır. Biz görürük ki, 0,2, 0 ilə 1 arasında deyə qrafiki buna uyğun gəlir. Bu qədər. İmtahan suallarını qurtardıq. Sağ olun.